Herkese salam dostlar, kanalıma hoş gəlmisiniz. Mənim adım Anar və bu gün videonun adından bildiyiniz kimi dadlı bir şeyler olacaq. Yenə bu dostlar zəng rubrikasını qaytarıram geriyə, amma bu dəfə pul istəməyəcəm. Bu dəfə videonun adından bildiyiniz kimi kömək istəyəcəm. Yəni fərqli bir şeyler deyəcəm. İndi birin primeri çəkeyim. Bizə əsas olan reaksiyası lazımdır. Yəni mən dostlarımı burada sınamıram, dostlarımı yoxlamıram ki, onlar mənə bunu eləyərlər, yoxsa yox. Pula görə yoxlama olar, çünki yenə də pul problemləri ola bilər. Amma belən ikimiz mənə köməyə gəlmələrində onlarda problem görmürəm. Çünki mən olayındaram ki, mənə bir xırda problem, bu vaxta kimi mənə problem olmayıb belə. Amma mən bilsəm ki, mənə xırda problem olsa, onlar gələcəklər. Bu videoda olan reaksiyasına baxacaq. Nə reaksiya verəcəklər? Ad bu verib qaçıb gələcəklərmi? Mən dediyim məsəl üçün olsun. Məsəl üçün mən maşın vurub uzanmışam, məsəl üçün kömək eləyən yoxdur. Məsəl üçün deyirəm. Bunların telefonda reaksiyası olacaq. Necə oldu, nətər oldu, hara gəldim, haradasan, yoxsa elə yer soruşub dəqiq gələcəklər. Dostlarımın reaksiyasını oxuyuram. Bu videonu yəqin ki bəyənərsiniz. Keçək videomuzun ardına. Birinci dostlar, dostum Əliyə yığıram. Yəni ki o bir videoda da Əliyə işləmişdiniz. Mən belə ayrı seçkili olmasın. Yəni yaxın tüm dostlar mənim üçün eynidir. Mənim qəlbimdə eyni dostlardır. Amma mənə biraz yaxın olan Əli adlı dostumdur. Özü də bu videoya baxacaq. Allah. Neyse, indi onu yığıb dəli edəcəm. Və dostlar fikirləşək ona nə deyək. Gəlin deyək ki, mən deyim yəni ki, məni təklif döyüblər. Təklif döyüblər. Baxaq dostumun Əlinin reaksiyası necə olacaq. Allah yetimadasan. Evdəyəm, sanadısan. Gör nə deyirəm, yetim yolda 2 dənə uşağı içdim. Dövdülərdə bəs. Gəldim ya, mədəniyyət ev tərəfdə. Gəl. Hə, oldu. Onlar oradadır. Yox, getdilər. Gediblər. Yaxşı, gəl. 5 dəqiqə öyle. Gəlim incəsin, meyizmə aparacaqsan da zalmış. Yaxşı, mənə dövdülər, Əli gəldi. Sonra, məsəl üçün, yağ amilə. Alo. Salam. Etim haradasan? Anacansan, hə? Hə, ana haradasan Etim? Evdəyəm, Etim, 2 dənə uşağı ilişdim hə. Gələ bilərsən bir dənə? Haradadır? Mədəniyyət evi tərəfdəyəm. İcra hakimiyyətinə Mən var. gələm. Hə, yaxşı oldu. Gələm. Oldu, davay. Alo. Alo, zarafat edirəm, otur evdə. Məsələ? Video çəkirdim YouTube'a. Qızın gəlsən, mən də. Nətə inandırıcı da aktyorluq roluna girə bilərəm. Mən taksiyəm, gəldim. Hə, ona görə tez yığdıq. Yaş yesin bir taksiyə minib gəldi. Zarafat eləmədim. YouTube'a video. Gəldim. Olsun, əlimin işini yapışır qoydum. 5 standa oldu. Hə, gedişim. Oldu. Oldu yetim, öpdüm Əli. Deyir əlimin yarımçı qum taksiyə minib gəlirdim ki, bir dəqiqə keçməmiş taksidə. Dostum Rafael adlı uşağa yığıb deyim ki, İzmayılovqada söhbət düşür, post patrol düşüb arxamca. O İzmayılovqada qalmır, Qaraqurtlu tərəfdə qalır. Deyim ki, sizin ev tərəfdəyəm, evdəsənsə telefonu evə sal, yoxsa bu deyə aparacaqlar məni. Gözdə görün. Al yetim haradasan? Mən işlər. Ay gör nə deyirəm, sizin iş tərəfi gəlin mənə bir də gizlətdə sən Allah. Kimsən sən? Anardı. Anaşa? Ay polislər düşüb arxamca belə sizin tərəfdən. Tez ol, gəl, ged. İş yerin o tərəfdə dəqiq bilmirəm axı yadımda deyil. Əli yenə ev tərəfindədir. Əli getərsə gəl. Hə, gəlim, gəl, oldu, tamam. Tamam. Nə polis ala belə. Maxrınc da ora imtihana getmişim budur dünə. Yox, bana Fırat, yığım deyim ki, biraz zarafat edirəm qurbanım. Aha. Nə tərsən mat? Mən də rahatım. Video çəkirəm YouTube'a. Ay, sən demişəm videolarda mənə qatmadı. İşləyəm, sağ ol, gəlsən, aşağı ol. Deyir, mənə videolarıma qatma. Biriniz və deyirəm, gözdə gör. Mənə videolarıma qatma deyir. Sonra kimi yıla söhbət edəcəm. Deyir,
Amanşaha diyeceğim ki kommentdə bizi neyi var söyüblər. Diye böyle o biri qara dona bax. Nömrəsini də yazıb deyirəm görüşə çağırır. Gəlsən, gəlmirsən göstər. Aman. Açan nömrəni şanqın yox. Alo. Amanşah sənsən? Ha. Gör nə deyirəm, hardasan? Mən indi nənəm gələ gedirəm. Gəlsən, mənim söhbətim var. Hardadır? Ha, bizi söyləyiblər, xəbərin var sən, dalıb YouTube'da Kim o? stories, YouTube'da baxmısan kommentlərə. Kim? Ay məndən kim bilir, nömrəsini bir təhər götürdüm, indi gedirəm ona söhbətləmə. Gəlsin yoxsa tek gedim. Ha tərəfə gələm. Şey tərəfə, İzmafiq tərəfə. Dəmir yolun Başqa üstündə. tərəfə? Ay o dəmir yol var İzmafiqə gedən yolda. Mən vağzalın yanındayım qabra. Harda? Vağzaldayım mən. Vağzalda? Hə. Ha. Hə, oldu da var, gəlin. Gözləyirəm burada gəl vağzalın. Hə, yaxşı. Oldu. Neyse, üstündə nəsə yoxdur artıq. Yoxdur, gəl. Götür də kimdənsə nəsə bir dənə. Nə götürüm? Nəsə götür axı, vurucu bir şey. Ayağına at onu qabra. Hə, yaxşı oldu, davay. Oldu, gəl. Öpürəm, sağ ol. Beyin kırış yapıyor. Ha kim ne Allah? İnşallah size Amanşahın bir sekretini diyeyim ki Amanşah arada bir danışında danışığını itirir. Hələ ki salam sözünü deyir, Brenkimiz bir hərəkətdə eləyir. Və o bizim dostlarımızın yanında, yəni mən Amanşahla yəni bir yerdə oturum 5 dəqiqə başlayacaq sözlə eləməyə. Mən də buna bir maraqla yığdım ki, bu deyir, həm həyəcanlıdır, o həyəcanlı onda başı danışamır, tup eləyir, başa düşdür. Dedim, indi həyəcanlı bir məlumat verin, buna baxım, deyir, pəlt eləsin, biabır eləyim bunun videoda, gördüm ya, əsəbləşəndə bəhşi kimi olur. Gözün deyim, deyim ki, video çəkirəm. İndi hardasan? Vağzalın yanında. Bəs nənəmgil deydin, ha? Nənəm gələ gedirəm. Hə, yaxşı olsun, zarifət eləyirdin, hə? YouTube'a video çəkirəm, bu deyil, setdəsən bu deyil. Video deyil, YouTube'dasan bu deyil. Onu boş gözün taxtına. Üzü gülür, belə döyülməyə gedir. YouTube'dasan. İzləyicilərə salam da. Aleyküm salam bütün izleyici. Abone olarsınız, nah olarsınız. Nah. Abone olub bəyənərsiniz. Ay, nə oldu belə? Ay, sən mənim YouTube kanalımın şəxsisən, hə? Şəxsiyyət. Gör nə deyirəm, sabah gəlsən video çəkək. Sabahları gələm, boşam. Zəng eləyəcəm onda sənə. Mən sənə zəng eləyəcəm. Oy, belə şişdi bu, hə? Yaxşı, oldu da. Oldu da, bak, sağ ol. Yəni ki, bu video maraqlı oldu. Yəni ki, bəyəndiniz, bəyəni atmağı unutmayın. Kanala abunə olmayanlar da kanala abunə olsun. Artıq 175 abunəçim var. Hamısını Allah sənə sağ eləsin, uzun ömür arzulayıram. 175 abunəm var, sevinirəm. Amma yenə də. Çox son ki, mənə dəstəyirsiniz. Sizinlə anar idi. Dadlı bir rubrika. Yəni xoşunuza gəldi, bəyənin kanala abunə olun. Hər ikisə sağ olun dostlar.